Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərində idarəetmə mərkəzinə paytaxtın Xəzər rayonu ərazisində yerləşən Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində aparılan ilkin baxış zamanı dəniz sahilinin müəyyən hissəsində neft mənşəli tullantıların toplandığı müəyyən edilib. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər aparılır. Neft qalıqlarının təmizlənməsi və ətraf mühitə mümkün təsirlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.